Salam Çanqan həvəskarları. Bugün sizə saatın notebooksuz, yəni hər hansı kənar müdaxiləsiz demək saatın düzəlməsi, yəni adaptasiya olmasının yolunu göstərəcəm. Hal-hazırda düz göstərmir bizdə saat, Çin vaxtı ilə göstərir. Bunun üçün daxil oluruq 2025 modelinə aiddir bu bildirdiyim məlumatlar. Demək ulduz DS 888 yes 3 6 9 8 7 5. Burada 1 2 3 4 5-ci bölümə daxil olursunuz. Burada engine mod var. Onun üstünə sıxırsınız. Burada səhifəni bir neçə dəfə demək location based servisə kimi vərəqləyirsiniz. Location based servisdə demək mix bölümü var. Mix bölümünə daxil olursunuz. Burada time var. Time'a daxil olursunuz. Və demək burada avtomatik demək vaxtı deaktiv edirsiniz. Avtomatik vaxtı bir dəqiqə. Burada Azərbaycan seçməlisiniz. Region bölümündə Azərbaycan seçilməlidir. Və bir dəqiqə sonra yandıra bilərsiniz avtomatik time zone. Və bir dəqiqə və budur. Saat adaptasiya olundu. Yəni yerli vaxtla göstərir hal-hazırda.